İnsan hər gün gündüz və ya gecə bir vaxt təyin etməli, özünü itaət və günah tərəzisində hesaba çəkməlidir. Hesaba çəkib vacibləri yerinə yetirməkdə, itaətkarlıqda və günaha bulaşmaqda qüsura yol verdiyini görsə, özünü danlamalı və nəzarət almalı. Bütün haqqları yerinə yetirdiyini və günaha yol vermədiyini gördükdə isə buna görə Allaha şükür etməlidir. O bunlar edərkən Allahın bir gün onu hər bir kiçik və böyük, dəyərli və dəyərsiz hər bir şey üçün haqq hesaba çəkəcəyini bilməlidir. İnsan günaha bulaşmamaq və vacib bir əməli tərk etməmək üçün daim öz zahir və daxilini nəzarətdə saxlamalıdır ki, haqq hesab vaxtı məzəmmət və peşmançılıqla üzləşməsin. Uca Allah buyurur: O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar. Kim dünyada zərrə qədər yaxşı iş görmüşdüsə, onu xeyrini görəcək. Kim zərrə qədər pis iş görmüşdüsə, onun zərərini görəcəkdir. İmam Kazım əleyhissalam buyurur: Hər gün özünü hesaba çəkməyən şəxs bizdən deyildir.